Salam əziz kanal izləyiciləri. Bugün aprelin 6-sı güvən yayınlarının növbəti sınaq imtahanı keçirilib. Biz bugün 11-ci sinif 1-ci qrup fizika suallarına baxacağıq. Dinlədikdən sonra kanala abunə olmağı və bəyənməyi unutmayın. 31-ci sual. Qızılın ərimə istiliyinin onun kütləsinin asılılıq qrafiki soruşulur. Biz bilirik ki, qızılın ərimə istiliyi ümumiyyətlə bərk cisimlərin ərimə istiliyi Q bərabər lambda m ifadəsi ilə müəyyən olunur. Q istilik miqdarı burada kütlədən düz mütənasib asılıdır. Düzgün cavab C variantı. İkinci sual, nüvəsində 5 proton və 6 neytron olan elektron təbəqəsində 2 elektron olan bor iyonunun yükünü soruşur. Baxın kimi görürük ki, nüvədə 5 proton var. Təbii ki, 5 də elektron olmalıdır neytral atom olması üçün. Burada 2 elektron var. Deməli, 3 elektron itirmişdir. O zaman yük Q bərabərdir NY. 3 elektron itirdiyinə görə 3 vuraq 1,6 10 üstü mənfi 19. Burada 4,8 10 üstü mənfi 19 kulon yük edir. Düzgün cavab B variantı. Növbəti 33-cü sual. Tutumu 6 mikrofarad olan kondensatorun lövhələri arasındakı gərginliyi hesablayın. Bu dövrə çaşdırıcı ola bilər. Dövrəyə baxan kimi ilk öncə kondensatorların paralel birləşdiyi görünür. Amma əslində kondensator ardıcıl birləşibdir. Yəqin ki, görə bilirsiniz. Ardıcıl birləşmədə kondensatorun yükü sabitdir. Yəni birinci kondensatordakı yük ikinci kondensatordakı yükə bərabərdir. Şərti olaraq bunu birinci kondensator adlandıraq. Bunu ikinci kondensator. Sanki bizdə ikinci kondensatorun lövhələr arasındakı gərginliyi soruşmuş olur. Elektrik yükünün S1 U1 olduğunu bilirik. Bərabərdir S2 U2'ye. Birinci kondensatorun tutumu 12. Gərginlik U1 bərabərdir. İkinci kondensatorun tutumu 6, gərginliyi U2. Buradan tapırıq ki, U2 bərabərdir 2 U1'ə. Və bunlar bir-birindən ardıcıl birləşdiyinə görə birinci və ikinci kondensatordakı gərginliklərin cəmi bizə ümumi gərginliyi verir, 24 volt verir. Deməli, U1 üstə gələk ikinci kondensator 2 U1. İkinci kondensatorun gərginliyi bərabərdir 24'ə. Buradan rahatlığına tapa bilirik ki, U1 bərabərdir 24 bölünsün 3, 8. Birinci kondensatorun lövhələr arasındakı gərginlik 8 olduğuna görə 24'dən də 8'in çıxanda bizə 16. İkinci kondensatorun lövhələr arasındakı gərginlik tapmış oluruq. Düzgün cavab C variantı. Növbəti sual. Verilmiş müstəvi kondensatorun tutumunun onun enerjisindən asılılıq qrafiki. Verilmiş müstəvi kondensatorun tutumu onun enerjisindən asılı deyil. Düzgün cavab A variantı. Növbəti 35-ci suala gəlirik. Naqilin en kəsiyindən keçən elektrik yükünün zamanın asılılıq qrafikinəsinin cəryan şiddətini tapın. Biz elektrik yükünün Q bərabərdir IT olduğunu bilirik. Buradan I bərabərdir Q bölünsün T. Yəni 8 kulon bölünsün 4 saniyə. O da eləyəcək 2 amper. Yəni düzgün cavab B variantı. Növbəti sual, verilmiş mis naqilin uzunluğunu 2 dəfə azaltdıqda onun müqaviməti və xüsusi müqavimət necə dəyişər? Məlumdur ki, xüsusi müqavimət uzunluqdan asılı deyil. Bunu rahatlıqla yəni hər birimiz bilirik. Və naqilin müqaviməti də R bərabərdir. Rho-L böl S ifadəsi ilə müəyyən olunur. Naqilin uzunluğu 2 dəfə azalanda müqavimət də 2 dəfə azalmış olur. Yəni düzgün cavab E variantı. 37-ci sual. Bir cisim maqnit sahəsində göstərilmiş istiqamətlə daxil olan protonlara təsir edən Lorentz qüvvələrinin qiymətləri arasındakı doğru münasibət tapın. Biz Lorentz qüvvəsinin ifadəsinin Q, B, V, sinus alfa olduğunu bilirik. Baxan kimi görürük ki, 3-cü zərrəcik bir cisim maqnit sahəsinə paralel daxil olur. Ona görə də 3-cü zərrəciyə təsir edən Lorentz qüvvəsi 0 olacaq. Rahatlıqla tapa bilirik. Qalan digər iki zərrəcik də birinci cisim maqnit sahəsinə perpendikulyar daxil olur. Zərrəcik birinci cisim maqnit sahəsinə daxil olduq, perpendikulyar daxil olduqda çevrə üzrə bərabər sürətlə hərəkət edir və orada təsir edən qüvvələr bərabərdir. Göründüyü kimi zərrəciklərin yükləri də eynidir. Ona görə düzgün cavab Y variantı olacaq. Weber bölək amper, növbəti sual. Weber bölək amper ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Weber bölünsün amper, yəqin ki, bunu hər birimiz bilirik. İnduktivliyin vahidinə uyğundur, Henry'e uyğundur. Çünki fi bərabərdir L ifadəsindən L bərabərdir fi bölünsün I. Yəni düzgün cavab Y variantı olacaq. Növbəti sual, verilmiş sarayışdan keçən elektrik yükünün miqdarı verilibdir. Buradan tapırıq ki, cəryan şiddəti 5 amperdir. Çünki Q bərabərdir IT-dən cəryan şiddətinin 5 olduğunu görürük. Maqnit sahəsinin enerjisi
40 milliamper, yəni 40 vuraq 10 üstü mənfi 3 millijoule düzür istəyirəm. Bizdən maqnit selini soruşursa W bərabərdir fi I bölünsün 2 ifadəsi ilə gedəcək. Buradan da fi bərabərdir 2W bölünsün I. Yəni 2 vuraq 40 10 üstü mənfi 3 bölünsün 40 10 üstü mənfi 3 bölünsün cəryan şiddəti 5. Deməli, ixtisar gedəndə burada qalır 8, 8 2-yə vuranda 16, 10 üstü mənfi 3. Üzr istəyirəm, burada da cəryan şiddətində də milli var, 10 üstü mənfi 3. Diqqətimdən qaçmışdı o. 1 10 üstü mənfi 3 də məxrəcdə olduğuna görə düzgün cavab biləcək 16 D variantı. Növbəti sual, rəqs konturunda sərbəst rəqslərin tezliyi verilib. Sarğaçda cəryan şiddətinin amplitud qiyməti olsa, kondensator yükünün amplitud qiyməti. Biz bilirik, rəqs konturunda cəryan şiddətinin amplitud qiyməti Q maksimum omeqadır. Digər tərəfdən də omeqanın 2 pi nu olduğunu bilirik. O zaman cəryan şiddətinin maksimum qiyməti Q maksimum 2 pi nu olduğunu yaza bilərik. Bizdən isə yükün maksimum qiyməti soruşulur. O zaman I maksimum bölünsün 2 pi nu yaza bilərik. Düzgün cavab Y variantı. Növbəti 41-ci sual Venn diaqramıdır. Deməli, birinci yarım keçid dioddur, ikinci vakum dioddur. Vakum diodu ikinci şəkildir. Yarım keçirici diod birinci şəkildir. İş prinsipi P-n keçidinə əsaslanır. Biz bilirik ki, yarım keçid diodun iş prinsipi P-n keçidinə əsaslanır. Vakum diodun iş prinsipi termoelektron emissiyasına əsaslanır. Dövrdə bir istiqamətli cəryanda hər ikisi bir istiqamətli cəryan keçirir. Yəni 2, 3, 1 və 4 düzgün cavab C variantı. Növbəti sual X oxu boyunca düz xətli bərabər yavaşlayan hərəkət edən cismin K nöqtəsini keçən andan 20 saniyə sonra N nöqtəsinə çatır. K nöqtəsindən M nöqtəsinə qədər gedilən yolu əslində baxsaq eləyir 100 metr. Bunu görə bilirik. 100 metr yol getmiş olur və 20 saniyə getmiş olur. Bərabər yavaşlayan hərəkət etdiyinə görə də son sürət 0-dır. Sadəlik üçün bizim belə bir bərabər yavaşlayan hərəkətdə S bərabərdir. V plus V0 bölə 2 vuraq T ifadəmiz var. Bu trapesiyanın sahəsindən gəlir. Yəqin ki, hər birimiz bilirik qrafik olaraq. Yavaşlayan hərəkət isə burada son sürəti keçən anda son sürətin təbii ki 0 olduğu görünür. O zaman olur S bərabərdir. V0 T bölünsün 2. Bizdən isə keçən andakı sürət, yəni həmən K nöqtəsindəki başlanğıc sürət soruşur. O da V0 bərabərdir 2S bölünsün T. 2 vurulsun S 100 bölünsün zaman 20'dir. Buradan da 10 olduğunu tapa bilirik. Yəni 42 düzgün cavab C variantı. Növbəti sual çevrəcə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin xətti sürətlərinin nisbəti verilib. Bucaq sürətlərinin nisbətini soruşur. Deməli V bərabərdir omega R-dir. Verilmiş radius çevrəcə bərabər sürətlə hərəkətdə. Buna uyğun olaraq birinci və ikinci hal üçün yazsaq və tərəf-tərəfə bölsək, bizdən deməli V2 bərabərdir omega 2 R2. Tərəf-tərəfə bölsək V2 bölək V1 bərabərdir omega 2 R2 bölək omega 1 R1. Məsələn, şərtinə görə V2 3 V1'dir. V2'nin əvəzinə 3 V1 yazırıq, bərabərdir. Omegaların nisbətini soruşur, omega 2 bölü omega 1. Şəkildə baxsaq, birincinin radiusu 2 dama, birinci çevirən radiusuna 2 dama yazırıq. İkincinin radiusu isə 3 dama olduğuna görə uyğun olaraq 3R yazırıq. Bu zaman R'lər, V'lər və 3'lər ixtisar gedəndə qalır, yer qalmadı burada. Omega 2 bölək omega 1 bərabərdir 2 olur. Yəni düzgün cavab D variantı. Növbəti 44-cü sual. Yer səthinə şaquli xaratılmış cismin maksimal qiymətinin başlanğıc sürətdən asılılıq qrafiki H maksimum bərabərdir. Biz bunu bilirik. V0 kvadratı bölünsün 2J'dir. Yəni düzgün cavab B variantıdır. 45-ci sualda dartı qüvvəsinin təsiri ilə üfüqi səthücə hərəkət edən 5 kq kütləli cismin sürətinin modunun zamanın asılılığı verilmişdir. Baxan kimi görürük ki, hərəkət bərabər yeniləşən hərəkətdir. Biz də bərabər yeniləşən hərəkətdə F dartı çıxaq, F sürtünmə bərabərdir MA olduğunu bilirik. Məsələdə dartı qüvvəsinin 12 Newton, sürtünmə qüvvəsi bərabərdir. Kütlənin 5 kq olduğu verilir və təcilin də 0,4 olduğu görünür.
Buradan ise F sürtünmə bərabərdir 12 çıxaq 2 Newton bərabərdir 10 Newton olar. Düzgün cavab D variantı. Növbəti sual. Çəkisiz yaya bağlanmış cisim hamar maili müstəvi üzrə tarazlıqdadır. Əgər cisim maili müstəvidə tarazlıqdadırsa, bu zaman maili müstəvidə tarazlıqda saxlayan qüvvə mg sinus alfaya bərabər olur. Qiymət və sükun sürtünmə qüvvəsinin maksimum qiymətinə bərabər olur. Kütləsi 0,6-dır, J 10-dur. Sinus alfanın da məsələdə 0,6 olduğu verilibdir. Düzgün cavab 3,6 Newton olur. Yəni A variantı. Növbəti 47-ci sual çəkisiz link tarazlıqdadır və T 600-dür, 600 Newton. Baxan kimi çəkisiz link olduğundan və linkin bir tərəfində qolun 2, bir tərəfində 4 olduğunu görürük. Buradan aydın olur ki, əslində yazsaq F1 vuraq 2 bərabərdir, F2 vuraq 4 olduğunu yaza bilərik. Yəni buradan aydın görünür ki, bir qüvvə digər qüvvədən 2 dəfə çoxdur. Sadəlik üçün ilə 600-ün biri digərindən 2 dəfə çox üçün yazsaq, birinə 400 Newton düşər, digərinə 200 Newton. Həqiqətən də tarazlıq şərti ödənilir. Bizdən isə F1 soruşulur, o da 400 Newton. Faydalı şəmsalı 40% olan mühərrikin tam gücü verilmişdir. Mühərrikin 10 saniyə ərzində gördüyü iştab. Deməli, faydalı şəmsalı bərabərdir. A faydalı bölək A tam, burada A ta MT-dir. A tam vurulsun 100%. Bizdən isə faydalı işi soruşur. Yəni A faydalı bərabərdir. Eta vuraq NT bölünsün 100. A faydalı bərabərdir. Faydalı şəmsalı 40%-dir. N gücü 8 kW-dır. Cavab kilo ilə verilibdir. Heç onu dəyişməyə ehtiyac yoxdur. 10 saniyə ərzində bölünsün 100. Bunlar da ixtisar gedəndə düzgün cavab olur 32 kJ B variantı. Əvəzləyici qüvvənin gördüyü üçün kinetik enerjidən asılılıq qrafiki. Biz əvəzləyici qüvvənin gördüyü üçün kinetik enerjinin dəyişməsinə bərabər olduğunu bilirik. Kinetik enerji haqqında teoremdir bu. A bərabərdir delta Y kinetik Y minus Y sıfırdır. Və başlanğıc sürəti sıfır olduğu verilibsə, deməli başlanğıc kinetik enerji də sıfırdır. O zaman A görülən iş kinetik enerji ilə düz mütənasib asılı olur. Yəni düzgün cavab A variantı. Növbəti sual başlanğıc halda daxili enerjisi 10 kJ olan, yəni U1-in 10 kJ olduğu verilibdir. Xarici qüvvələrə ideal qaz üzərində xarici qüvvələr iş görülmüşdür. Yəni A-nın gördüyü iş 2C oldu. Biz eyni zamanda bilirik ki delta U bərabərdir Q üstə gələk A. Termodinamikanın birinci qanunu. Q üstə miqdar sıfırsa o zaman delta U bərabərdir A olur. Delta U isə U2 minus U1 bərabərdir A. Məsələdə U1-in 10 olduğu verilibdir. U2 soruşulur. Bərabərdir. İş 2 oldu. O zaman U2 bərabərdir 12 kilojol olur. Düzgün cavab Y variantı. 50 Y variantı. 51-ci suala gəldik. Suda üzən 6 kiloqram kütləli cisimə təsirin əvəzləyici qüvvə. Əgər üzürsə, bu zaman əvəzləyici qüvvə sıfırdır. Əgər cisim mayədə üzürsə, Arximed qüvvəsi qiymətcə ağırlıq qüvvəsinə bərabərdir. Yəni, Arximed qüvvəsi də 60 Newtondur. Düzgün cavab B variantı. Müəyyən temperaturda nisbi rütubətin 40% olduğu verilir. Doymuş su buxarının sıxlığının 12 olduğu verilir və doymamış su buxarının sıxlığı 12 verilir. Çünki havadakı su buxarı doymamış su buxarıdır. Doymuş su buxarının sıxlığı soruşulur. Nisbi rütubət fi bərabərdir. Rho bölü rho 0 vuraq 100% olur. Bizdən rho 0 soruşulduğuna görə rho vuraq 100% bölünsün fi bərabərdir. 12 qram vurulsun 100 bölünsün fi 40%'dir. Bu isə bizə 30 olduğunu verir. Düzgün cavab C variantı. Növbət sual. Taracıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın bir tam rəqs ərzində getdiyi yolu hesablayın. Biz baxıb burada ilk öncə bunun amplitudunu tapmalıyıq. 20-dən 35-ə 1 amplituddur. Yəni 15 cm eləyir. Bir periodda 4 amplituda bərabər olduğuna görə 4 vuraq 15 cm, bəli 60 cm düzgün cavab olur. Növbəti 54-cü sual. Birinci elektrik sahəsi tərəfindən müsbət nöqtəvi yüklərə təsir edən qüvvələrin qiymətləri və yer dəyişmə
yerləşdiyi nöqtələrə uyğun olaraq intensivləri müqayisə edin. Bu bir cins elektrik sahəsi olduğuna görə birbaşa elektrik intensivliklərin bərabər olduğunu görə bilirik. Və zərrəciyə təsir edən qüvvə F bərabərdir QY qüvvəsidir. Bir cins elektrik sahəsində Y sabitdir və şərtdə Q2-nin Q1-dən böyük olduğu verilib. Deməli, F2 də F1-dən böyükdür. Düzgün cavab 1 və 5. Növbəti açar sözlərdən hansı ardıcılar istifadə etmək olar? Sabit həcmdə ideal qazın halının dəyişməsi izoxor prosesdir. Bunu hər birimiz bilirik. Sabit temperaturda halının dəyişmə prosesi izotermik prosesdir. İzoxor prosesdə verilmiş kütləli PV bərabərdir T Kaperion tənliyinə görə. İzoxor prosesdə verilmiş kütləli ideal qazın təzyiqi ilə temperatur bir-biri ilə düz mütənasib asılıdır. İzotermik prosesdə isə tərs mütənasib asılıdır. Təzyiq ilə həcm, yəni 4. Düzgün cavab 2, 1, 3, 4. Növbəti 56-cı sual. Baxsaq, F1 qüvvəsi 12 Newton verilibdir. F2 qüvvəsi bu 9 Newton verilibdir. F3 qüvvəsi 4 Newton, F4 qüvvəsi isə 3 Newton. İlk öncə şəkilə baxsaq görək, F1 və F3 qüvvələr bir-birinə əks yönəlifdir. Əks yönəlikdə əvəzləyici qüvvənin modulu böyük qüvvənin modulundan kiçik qüvvəni çıxırıq. Bu zaman eləyəcəkdir 8 Newton. F2 və F4 qüvvələri bir-birinə əks yönəldiyindən burada isə əvəzləyici qüvvə 6 Newton yuxarı yönəlmiş olur. Pifagor teoremini tətbiq etsək, əvəzləyici qüvvə kök altda 8-in kvadratı üstəgəli 6-nın kvadratı, yəni 10 Newton edər. Uyğunluğu müəyyən edin. Sabit gərginlik mənbəyinə rezistor və termistor qoşulmuşdur. Eyni zamanda həm termistoru, həm rezistoru qızdırsaq. Görünür ki, ikinci termistordur, bu termistordur, bu isə rezistordur. Rezistoru qızdırdıqda, rezistorun birinci yuxarıdan başlayaq. Rezistor qızdıqda rezistorun müqaviməti artır. Məsələdə rezistorun müqaviməti var. B variantı, rezistorun müqaviməti artır. Yarım keçiriciləri qızdıranda isə onların müqaviməti azalır. Yəni, termistorun müqaviməti azalar. 1-ə B, 2-ə C variantı. Sonra, yarım keçiriciləri qızdıranda onların elektrik keçirmə qabiliyyəti artdığına görə A1 ampermetrin göstərişi artar. Yəni, D variantı. Metalları qızdıranda onların elektrik keçirmə qabiliyyəti azalır. Yəni, A2 ampermetrinin göstərişi azalar. Y variantı olur. Voltmetrdə dövrəyə paralel qoşulduğuna görə voltmetrin göstərişi dəyişməz. Yəni 1 BD, 2 CY, 3 A. Növbəti sual. 58 və 60-cı tapşırıqları kağız vərəqində yerinə yetirin. İpdən asılmış düzcaqlı paraleliped şəkildəki kimi tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsi 20 Newtondur. 20 Newtondur. Kran asıldıqda CD səviyyəsinə qədər su ilə dolur və bu zaman ipdə düşən gərilmə qüvvəsi 12 Newton olur. Deməli, buradan aydın görünür ki, Arximed qüvvəsi 8 Newton olur. Arximed qüvvəsinin düsturunda Rho, maye və batan J yaza bilirək. Cismin batan hissəsinin həcmini soruşur. Bu da Arximed qüvvəsi bölünsün Rho, maye vurulsun J'dir. Arximed qüvvəsinin 8 Newton olduğunu tapdıq. Romayı 10 üstü 3 J 10. Bu eləyir 8 vıraq 10 üstü mənfi 4 kub metr. Məsələdə isə bizdən kub desimetrdən soruşulur. Kub desimetrlə yazsaq isə 10 üstü deməli 0,8 desimetrin kubu olar. Növbəti 59-cu sual. Yer səthində müəyyən başlanan sürətlə şaqül yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjiden asıllıq qrafikini istəyir. Biz bilirik ki, şaqül yuxarı atılmış cismin kinetik enerjisi get-gedə azalır, potensial enerjisi get-gedə artır və asıllıq qrafiki də bu cür olur. Növbəti sual. Silindirik qabda porşenin altında qalan buxarın izotermik genişlənməsi zamanı halının dəyişməsi verilmişdir. Su buxarının kütlələri necə dəyişdiyini baxaq. 1-2 nöqtəsində M bərabərdir Rho V. 1-2 nöqtəsində buxarın həcmi artdığına görə kütləsi artır. 1-2-də kütlə artır, M artır. 2-3 hissəsi isə həcm artdığına görə 2-3 hissəsində, ümumiyyətlə 2-3 hissəsi ideal qaz olduğuna görə burada isə həcm yəqin ki dəyişməyəcəkdir. Bəli, 2-3 hissəsində isə kütlə dəyişməz.